آن پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi't tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Bəhsimiz Molla Möhsün Feyz Kaşan'ın sözündeydi. O cənab buyurdu ki, gina mütləq şəkildə haram deyil. Ginanı haram eləyən, yəni gina öz-özlüyündə halal bir şeydir. Onu haram eləyən ətrafından qoşulan əlavə günahlardır. Musiqi alətləri, məhrəm, naməhrəm bir-birinə qarışmasıdır. Məsələn, kişilərin qadın məclisinə girməsi kimi və yaxud da ki, batil kəlam və bu cür şeylər. Yəni, onu haram eləyən ətrafından qoşulan haram şeylərdir. Amma o musiqilər, o avazlar ki, insanı belə deyək də, axirətə həvəsləndirir, cənnətə həvəsləndirir, cəhənnəmdən qorxudur, yəni insanın zehnində Allahın əzəmətini canlandırır. Bu cür şeylər Allahın zikri sayılar. Cümləsinin bir hissəsi qalmışdı. Buyurur ki, gəlib çatdı bu cümlə ki, və rubbəmə təqşəirru minhu culudullezine yaxşavne rabbəhum. Thumma telinu culuduhum və qulubuhum ilə zikrillah ki, ayədən bir iqtibas eləyib. Sonra və rubbəmə bəzi hallarda təqşəirru minhu culudullezine yaxşavne rabbəhum. Bəzi hallarda musiqinin təsirindən ki, Allah insanı yadına salır, cənnəti, cəhənnəmi qorxudur, insanı dünyaya zahid eləyir. Bu cür avazlar ki vardır, belə deyə də ilahi nəğmələr ki, insanı nəinki Allahdan uzaqlaşdırır, biraz da Allah'a yaxınlaşdırır. Bu cür səsləri eşidəndə təqşəirru minhu culudullezine yaxşavne rabbəhum. Rəblərindən qorxan kəslərin tükləri biz durur. Dəriləri iqşirar eləyir. Yəni nədir? Bizdə bir tükü biz durur, yəni qorxusundan, o xofdan. Thummə telinu culuduhum. Sonra o dəriləri yumuşalır və qulubuhum ilə zikrillah və qəlbləri Allahın zikrinə tərəf yönəlir. Və bil cümlə fəla yaxfa. Hələ də söz kimin sözüdür? Kaşanın sözü. Və bil cümlə fəla yaxfa alə əhlil hica. Əhlil hica əhlil aql. Düşüncə sahiblərinin. Xülasə deyir ki, düşüncə sahibləri üçün məxfi deyil ki, bə'də səmai hədiyil əxbar, bu hədisləri eşidəndən sonra təmyizu haqqil gina ən batilihi. Deyir ki, ginanın haqqın batilindən ayırt eləmək çətin olmaz. Və yəni demək istəyir ki, bu hədisləri düzgün başa düşəndən sonra biləcək ki, ginanın haqqı hansıdır, batili hansıdır. Yəni, hansı haqq ginadır, hansı batil ginadır, hansı halaldır, hansı haramdır. Və in əksərə ma yətəğənna bihil mütəsavvifə fi məhafilihim. Və sufilər ki, öz məclislərində çalıb, oynayırlar, çalıb, nə bilim, rəqs eləyirlər, o istifadə edirlər ginadan, min qəbilil batil. Sufilərin məclisinin əksər o avazları deyir ki, batil qismindəndir, intəha. Niyə? Yəni, nəinki insanı Allahın zikrində saxlayır, bəlkə biraz da Allahdan uzaqlaşdırır, ləhvi olur. İntəha, yəni intəha, kəlamül kaşanı. Əqul, mən sizə belə deyirəm, deyir. Ləvlə istişhaduhu bi qavlihi leysət billəti yədxulu aleyhir rical. Əgər deyir ki, Kaşaninin bu istidlalı olmasaydı, bu istişhadı olmasaydı imamın kəlamından ki, əgər o məclislər kimi yox ki, naməhrəmlər o qadınların yanına daxil olur. Gəl deyəcək bu hədis nədən danışır, neyini gələcək qabaqda izahı. Əgər deyir ki, Kaşaninin öz sözündə bu hədisi istişhad olaraq, dəlil olaraq, şahid olaraq gətirməyi olmasaydı, nə olardı? Əmkənə bila təkəllüfin tətbiq kəlamihi alə ma zəkərna. Onda Kaşaninin sözün, Kaşaninin istintacının çıxartdığı nəticəni elə öz dediyim nəticə ilə üst-üstə qoymaq olardı və yerinə düşərdi. Deməli, Şeyx Ənsari deyir ki,
əgərsə bu cümləni işlətməsəydi, İmam Əleyhissalam bu hədisinin bu parçasını qoymasaydı sözünün içinə, mən deyərdim ki, elə Kaşani də mən deyəni deyir, məşhur deyəni yox, mən deyəni, o ki, məşhur demişdi ki, məddus sovt və təhsinu və tərcihu alə nəhvil mutrib, Şeyx Ənsari dedi ki, yox, və sovtul ləhəvi, ləhəvi sovt ki, öz içində batili, ləhvi ehtiva ilə gəlib gəndə işarə eləyəcək. Deyir ki, əgərsə o istişhadı olmasaydı, deyərdim ki, elə Kaşani mən deyən sözə çox yaxın bir sözdür, yəni təxminən eynisini deyir. Nə idi ma zəkərna, yəni zikr edelim, min ennəl muharram huvə savtul ləhəvi. Haram olan qina ki haramdır, o nədir? Huvə savtul ləhəvi. Ləhəvi, ləhv, bihudə bir səslərdir ki, əlləzi yunasibul lə'ibə bil məlahi, hansı ki, musiqi alətlərindən o belə deyir, o eşşilər, kef məclisində ki, çalıb oynayırlar, ona münasibdir. Əl-lə'ib bil məlahi, məlahi dedi musiqi alətləri, lə'ibdə yəni çalmaq, oynamaq, onların məclisinə uyğundur. Və təkəllüm bil batil, batil söhbətlərdən söhbət gedir və duxulur ricali alən nisa, kişilərin qadın məclisinə girməyi kimi. Lihazzı səm'i vəl bəsar, ta ki, nə üçün girirlər ora? Həm, belə deyək, qulaqların, həm də gözlərin nə pay versinlər o məclisdən. Qulağın pay günah məclisi nədir? Haram musiqini dinləmək. Gözün payı nədir? Naməhrəmlərə baxmaq, qadınlar, nə bilim, rəqqasələr oynayacaq, bu da tamaşa eləyəcək. Min şəhvəti zina, zina şəhvətindən. Çünki bəzi rivayətlərdə gəlib ki, zina təkcə o demək deyil ki, cinsi əlaqədə olasan. Əl vurdun naməhrəmə, o da əlin zinasıdır. Baxdın, gözün zinasıdır. Deməli, onda zina geniş anlamında məcazi, həqiqi mənası cinsi əlaqə deməkdir. Naməhrəmdən cinsi əlaqə deməkdir. Amma biraz geniş anlamda məcazi mənası ilə, yəni cinsi günahların hamısında sanki rivayətdə zina deyil. Onu deyir ki, qulağın və gözün o haramdan bəhrələndirsin, min şəhvəti zina, zinanın şəhvətindən. Dunə mücərrədi savt əl-həsən, əlləzi yüzəkkiru umurəl-axirə. Amma sırf gözəl səs ki, insana axirəti xatırladır, bu haram deyil. Və yunsi şəhəvati dünya, dünya şəhvətini insanın qəlbindən çıxardır, insanı zahidləşdirir, insanı dünya məhəbbətindən uzaqlaşdırır, bu deyil, haram ola bilməz. Deməli, onda Şeyx Ənsarinin iddiası budur ki, əgər Şeyx Kaşaninin, mühəddis Kaşaninin o ifadəsi, o cümləsi olmasaydı, deyərdim ki, təxminən mən deyən sözü deyir o da. Deməli, onda mən də deyirəm ki, mücərrəd sovt əl-həsən, mət tərcih, mət təhsin, haram deyil, o da deyir, haram deyil. Bəs haram nədir? Mən deyirdim ki, haram odur ki, o səslər ki, günah məclislərinə münasib olur və orada başqa haramlar olur, dedi ki, Kaşani təxminən həmən söz deyir. Amma o ki, gəldi, həmən bu hədisdən istişhad elədim. İlla ənə istişhadəhu, yəni istişhad, şahid gətirməsi kimin? Kaşaninin. Bir rivayə, leysət billəti yədxulu aleyhər rical. Leysət, həmən o halal qina deyil, billət o məclislər kimi ki, yədxulu aleyhər rical. O qadınların yanına kişilər daxil olur. Deməli, onda sanki İmam Əleyhissalam qinanı iki yerə bölür. Qinanı bir dəfə deyir ki, kişilər o məclisə daxil olmur, onda nə olacaq? Halal olacaq. Amma kişilər o qadın məclisinə daxil olandan sonra ki, əlavə bir günah qoşuldu böhründən, onda haram olacaq. Yaxşı, görəsən bu təfsil ki, İmam Əleyhissalam sanki məclisi iki yerə böldü. O məclislər kimi ki, ora kişi daxil olmur və o məclislər ki, ona kişi daxil olur. Yəni, bunda məclisdə qina vardı, bu məclisdə də qina vardı. Sanki imam birini halal görür, birini haram görür. Haram gördüyü hansıdır? O ki, kişilər gəlib qadınlar məclisində daxil olur. Sanki, demir, imam bu cür deyib. Başa düşülən sözündən budur ki, amma o qadınlar özləri öz məclislərindəki gəlinin başına yığışıblar, mahnı oxuyurlar. Sanki imam onu haram görmək istəmir. Yəni, haram demir ona.
Deyir, bu təfsil, iki İmam Məclisləri ikiyə böldü. Zahirun fit təfsil beynə əfradil ğina. Sual verir. Deyir ki, bu görəsən ğinanın əfradını iki yerə bölür. Yəni hər ikisi ğinadır. Sadəcə ğina ünvanı sidq eləyəndən sonra deyir ki, bu halal ğinadır, bu haram ğinadır. İmamın məqsədi ğinanın fərdlərini bölüşdürməkdir ki, halala və harama və yaxud özün ayırır ki, əgərsə kişi daxil olarsa, onda o haram olacaq. Kişi daxil olmayanda, demək onda nədir? O ğina sayılmayacaq. Yəni. Deməli onda nədir? O haram olmayacaq. Yəni o əslən haramın qismlərindən olmayacaq. Yəni sanki Şeyx Ənsari demək istəyir ki, bu hədisdən başa düşülən, hədisdən zahir olan budur ki, istər kişilərin daxil olduğu və yaxud daxil olmadıqları məclisdəki mahnı oxunur, hər ikisi ğinadır. Hər ikisinə ğina ünvanı sidq eləyir. Aydın oldu? Ğina ünvanı sidq eləyəndən sonra sanki imam ayırır ki, bu halal ğinadır, bu haram ğinadır. Demək onda ğinanın iki növü var. Halalı var və haramı var. Amma bir dəfə də deyirik, görəsən o haram ğinanın öz tərifində əgərsə başqa bir haram qoşulmayıbsa, onda o əslən halal ğinadır. Onun haramlığı yoxdur. Böyründən haram qoşularsa, onda onu haram eləyəcək. Yəni ğinanın demək öz tərifinə qayıdır. Deyir ki, bu təfsilə baxsaq, zahirun, bu hədisin bu hissəsi zahirdir. Fit təfsil beyn əfradil ğina. Ğinanın fərdləri arasında təfsil eləyir. La min heysu nəfsihi. Ğinanın özün təyin eləmir. Hansı ki, Kaşani elə başa düşmüşdü ki, bu ğinadan danışır bu rivayət ki, bu cür deyilsə ğina deyil. Aydın oldu? La min heysu nəfsihi. فإن صوت المغنية التي نزاهله niye göre فإن صوت المغنية التي تزف العرائس على سبيل الله لا محالة. Müğənni qadının Seyid dərsə çox qal böyle. Çox qal. Çox hələ bir saatın gəlirsən. ظاهر في التفصيل بين أفراد الغناء لا من حيث نفسه فإن صوت المغنية التي تزف العرائس على سبيل اللهو لا محالة. Müğənni qadın ki, gəlin aparanda oxuyur, zəffəl əruz, yəni gəlini aparırlar bəy otağına. O müğənni qadının səsi ki, gəlini aparan zaman oxuyur. Əla səbililləhu la məhalətə. Heç şübhəsiz ki, o ləhv formasında oxuyur. Yəni oyna bir mahnılar oxuyurlar. Ləhv olur. Ona görə də bu 100% qinadandır. Vəliza ləv qulna bi ibahətihi. Nə demək istəyir? Demək istəyir ki, bəzi rivayətlərdən bu cür anlaşılır ki, bəzi rivayətlərdə gəlib bəzilərini işarə edəcək, qızların, gəlinlərin, qadın xeylaqlarını yığışıb, toy gecəsində gəlinin başında oxuduğu qina halaldır. Bəzi rivayətlərdən bu cür başa düşülür. Deməli onda, əgər başqa vaxtlarda həmən mahnını, həmən avazı oxusaydılar, o haram olacaqdı. Amma toy gecəsindəki gəlinin başına yığışırlar qızlar, gəlinlər, gəlin üçün mahnı oxuyurlar, həmən mahnı halaldır. Əgər deyir, həmən rivayəti qəbul etsə, o rivayətlər ki, onun halallığına danışırlar, qəbul etsək, ləv qulna bi ibahətihi, desək ki, halaldır, həmən o gəlinin başında oxunan mahnılar, fîmâ yəti, necə ki, qabaqda gələcək, kunnə qəd xəssəsnahu bid-dəlil. Onda qinanın haramlıq dəlilini təxsis edib, bəzi fərdlərini çıxartmışıq. Nəinki deyə bu ləhvi deyil, bu da ləhvidir. Deməli onda Şeyx Ənsarinin nəzərində əgərsə o qina hamısına sidq eləyir, qinanın fərdlərindən əgər bəzisini çıxardırıqsa, məsələn gəlinin başında oxunan o mahnılar kimi, o demək deyil ki, bu qina deyil. Qinadır, ləhvi qinadır, haram olmalıydı əslində, sadəcə xüsusi dəlillər dəlalət etdiyi üçün ümumi haramlığın altından ixrac eləmişik.
Amma Kaşaninin sanki nəzərində bu heç kökündən əgərsə başqa kişilər zətlər daxil olmayıb pozğun sözlər oxumurlarsa, həmən o ğina ki orada eləyirlər, mümkün heç kökündən o haram ğina olmayacaq ki, nə lazım olsun çıxartmaq, öz-özlüyündən o halaldır. Amma Şeyx Ənsari deyir, yox. Şeyx Ənsarinin nəzərində deyir, bu da gəlinin başında oxunan o mahnılar da la məhəllənin şübhəsi yoxdur ki, ləhəvi qinadan, yəni haram qinadır. Əgər halallığına hökm eləyirsə, nəyə görə hökm eləmişik? Xüsusi dəlillərdən ixrac eləmişik. Xüsusi dəlillərin sayəsində onu ümumi haram hökmündən ixrac eləmişik. Və nəsəbəl qavləl məzkurə ilə sahibil kifayəti aydan. Bu sözün demək, Kaşani bu nəzəriyyəsin, nə nəzəriyyəsin? Kaşani nəzəriyyəsi bu idi ki, qina özü-özlüyündə haram deyil, onu haram eləyən kənarından qoşulan əlavə haramlardır. Naməhrəmlərin daxil olmağı, musiqi alətlərindən istifadə olunmağı, batil kəlam, insanı Allahdan uzaqlaşdırmaq və bu cür şeylər. Bu gəldiyi nəzəriyyəni kimə nisbət veribdir? Və nəsəbəl qavləl məzkur ilə sahibil kifayəti aydan. Demək istəyir ki, yəni, bu təkcə mənim sözüm deyil. Kaşani deyir ki, məndən qabaq bu sözü Muhəqqik Səbzəvari Əl-Kifayə, Kifayətül Əhkam kitabında demişmiş. Sahibül Kifayə üsuldan danışmır, fiqdən danışır. Yəni, bu bizim məşhur Sahibül Kifayədən çox qabaqdadır. Bu 200 il zaten ondan qabaqçısıdır. 200 il bəlkə də artıq. Deyir, məndən qabaq bu sözü Muhəqqik Səbzəvari Kifayətül Əhkam kitabında demişdi. Vəl mevcud fiha, amma deyir ki, qayıdıb kifayədə həmən o ibarələri oxusa, vəl mevcud fiha, yəni fil kifayə, bə'də zikril əxbaril müxalifə, əl-mütəxalifə, deyir ki, Muhəqqik Səbzəvari bir-birinə ziddiyyət təşkil edən hədisləri zikr eləyəndən sonra ki, bəziləri cavazən və mənən, bəziləri qinanı caiz bilirlər, bəziləri mən eləyiblər və mənən fil Qur'an və qeyrihi. İstər Quran barəsində olsun, istər Qurandan başqasının barəsində ennel cəm'ə beynə hadil əxbar yekunu bi vəcheyn. Deyib ki, nədir? İki vəchlə cəm eləyə bilərik. Deməli, onda rivayətlərin bəzisi icazə verib təğənniyə, qina oxumağa, bəziləri haram bilibdir. Bəziləri xüsusi olaraq Qurandan danışıbdır, bəziləri Qurandan başqalarından danışıbdır. Bu cür rivayətlərin arasında bir təxalüf vardır, bir ziddiyyət vardır. Yaxşı, bu cür rivayətləri necə cəm eləyək? Deyək ki, iki formada cəm eləyib həml eləmək olar. Əhəduhuma yumkinu bivəcəhəyni əhədihima təxsisi tilkəl əxbaril varidətil maniyyəti bima ədəl Qur'an. Deyir ki, təxsisi tilkəl əxbaril varidəl maniyə, o mən eləyən rivayətlər ki vardır, təxsisi tilkəl əxbaril varidəl maniyə, qinanı haram bilən rivayətləri təxsis eləyirik, bima ədəl Qur'an, Qurandan başqasına. Və cə'lu ma yedullu alə zəmmi təğənni bil Quran ələ qiraat təkunu alə səbilil ləhv, kəma yəsnəhul fussaq fi qinaihim. Deməli, onda Quranda təğənni caizdir, bu şərtinlə ki, əhlil fisq və isyanın avazı ilə olmasın. Deməli, onda bir dəfə Quran oxunuşu var, bir də Qurandan başqası. Demək, təğənni bir dəfə Quranla olur, bir dəfə Qurandan başqasına olur. Təxsisu tilkəl əxbaril varidəl maniyə bima ədəl Quran. Qurandan başqasına həml eləyir. Yəni, deyirik ki, o haramlıq Qurandan başqalarındadır. Yəni, Quranın barəsində təğənni sanki caiz gəlinin bəzi rivayətlər oxuyacaq. Necə caizdir? Bu şərtinlə caizdir ki, əhlil fusuq vəl isyan, günah və eşrət kef məclisinin avazlarının olmasın. Deməli, ondan bu cür başa düşülür ki, sırf qina özü haram deyilmiş ki, ona görə Quranda icazə verilib. Onu haram eləyən əlavə haramlar imiş. Bəli, əgərsə fasiqlərin eşrət kef əhlinin oxuduğu avazla oxunarsa, o əlavə bir haramlıq olur, ona görə məzəmmət olunubdur. Və həmlu ma yedullu alə zəmmi təğənni bil Qur'an və o rivayətlər ki, Qur'anı
təğənni eləməyi məzəmmət eləyir. Onda həml eləyir nəyə? Əla qiraətin təkunu əla səbilil ləhv. O qiraətlər ki, ləhv formasında, kef məclisi formasında oxumaqdır. Kəma yəsnəul fussaq fi ğinaihim. Necə ki, fasiqlər öz kef məclislərinin musiqisinin üzərində oxuyurlar. Quranda o cür oxumaq, bəli, o məzəmmət olunub. Amma əgər Quranda ğina olunarsa və kef məclisinin ğinasından olmazsa, onda o yaxşı şeydir, caizdir. Və yuəyyiduhu, həmən bu sözü təyid eləyir, rivayətu Abdullah ibn Sinanil məzkurə, Abdullah ibn Sinanın rivayətində gəlib ki, İqraul Qur'anə bi əlhanil ərəb. Qur'anı ərəbin ləxni ilə oxuyun, ərəbin avazları ilə oxuyun. Və iyyakum və luhuni əhlil fusuqi vəl kəbair. Və məbadə Qur'anı günah əhlinin, böyük günahların sahiblərinin, fasiqlərinin oxuduğu avazla oxuyasınız. Və səyəcə min bə'di əqvamun yurəccəunəl Qur'an tərciyəl ğina. Məndən sonra ümmətimə bir zaman gələcək ki, o zamanda yaşayan insan, o qovumlar, yəni o özü müsəlman sayanlar, yurəccəunəl Qur'anı tərciyəl ğina. Qur'anı ğinanın tərcihi kimi, yəni boğazlarına cəhcəh vurdurmağı, ya məsələn zəngölə vurdurmaq kimi oxuyacaqlar. Və səyyəcəu min bə'di əqvamun yurəccəunəl Qur'anı tərciyəl ğina. Yəni bu cür həml eləyək, yəni bu cür cəm eləyək. Necə cəm eləyirik? Deyirik ki, gözəl səslər ki, ağızdan çıxır, hamısı haram deyil. Haramlığa aid olanlar Qurandan başqasıdır. Və Quranın barəsində olan bəzi rivayətlər ki, Qurandan ğina eləməyin, məqsəd nəymiş? O avazlarmış ki, əhli füsuq ondan öz kef məclislərində oxuyurlar. O avazlar üzərində Quran oxumaq haramdır. Ya bu cür həml eləyək, rivayətlər bu cür cəm eləyək. Və thanihimə ən yuqal və hasilu ma qal. Həmlul əxbaril mani aləl fərdi şayi fi zalikəz zaman. Və yaxud da deyək ki, rivayətlər ki, ğinanı iki yerə bölür. Bəziləri ğina caizdir, bəziləri ğina caiz deyil. O haramları həml eləyək, xüsusi olaraq o dövrlərdə, yəni Bəni Ümeyyə və Bəni Abbas dönəmində şair olan məclislərdə yayılmış o avazlardan danışaq. Deyək ki, haram o məclislərin musiqisi idi. Amma əgər o məclislərə münasib deyilsə, kef, eşrət məclislərə münasib deyilsə, haram deyil. Ya da bu cür cəm eləyək. Deməli onda ya birinci vəziyyətdə Quranla qeyri-Quran arasında təfsil eləyək. Deyək ki, Quranda gözəl səslə oxumaq caizdir. Digərlərində caiz deyil. Və birdən desək ki, bəs Quranın barəsində bəzi rivayətlərdə məsələn məzəmmət olunur ki, o avazlardan danışır ki, kef məclislərinin avazlarıdır. Amma kef məclislərinə uyğun olmayan bir gözəl səslə Quran oxumaq heç bir problemi yoxdur. Və yaxud da ki, ikinci həmldə ki, mani, yəni icazə verməyən rivayətlər həml eləyək nəyə? Deyək ki, o dövrün eşrət, kef məclislər ki, Bəni Ümeyyə, Bəni Abbasın dövründə yayılmışdı, istər saraylarda və yaxud evlərdə, onlar haramdılar. Onlara uyğun olmayanlar isə halaldır. Ona görə rivayətlər bəziləri caiz deyib, bəziləri haram deyibdir. Fi zalikə zaman. Qalə və şayə fi zalikə zaman əl-ğina əla səbilil ləhv. Deyir ki, o dövrdə şai olan hansı ğinaydı? Ğina, o ğinalar yayılmışdı. Əla səbilil ləhv, yəni insanı Allahdan uzaqlaşdıran, oynaqlıq gətirən, insanı dünyəvi şəhvətlərə bağlılıq yaradan bu cür musiqilərdir ki, o dövrdə mod idi, yayılmışdı. Necə idi? Minəl cəvari və qeyrihinnə fi məcalisil fucuri vəl xumur. Kənizlər, nə bilim, rəqqasələr oxuyurdu, oynayırdı, orada araq məclisləri təşkil olunurdu, günah məclisi idi. Vəl əməl bil məlahi, musiqi alətlərindən istifadə edirlər və təkəllüm bil batıl, pozğun, batıl sözlər istifadə edirlər və isma'ihinnər ricalə və öz səslərin kişilərə eşitdirirdilər, yəni kişilərin qabağında oxuyurdular. Fəhəmlul mufrədil ma'ruf, yəni ləfzul ğina əla tilkəl əfrad. İndi ğina sözün bu mənasına, yəni bu onların eşrət məclislərinə həml edilməsi, yəni ləfzul ğina əla tilkəl əfrad əşşayə fi zalikəz zaman qeyru bəid. Heç bəid deyil ki, hətta
Ğina ki özü tək gəlib görünən ləhəvi ya mutrib sözü gəlməyibdi. Elə ğina sözü ki, bəzi rivayətlərdə haramlığı gəlibdi. O həmlili həmən məclislərə ki, günah məclisi idi, rəqs məclisi idi, araq məclisi idi, yox, kef məclisləri idi. Ona həml eləmək heç də bəid deyil, ola bilər. Necə ki, indi deyəndə ki, məsələn deyək, filan kəs musiqiyə qulaq asır. Hökmən deyil, haram musiqiyə qulaq asır. Sanki zehnimizdə deyil, filan kəs musiqiyə qulaq asır, ya filan kəs xanəndəlik eləyir, filan kəs müğənnilik eləyir. Mümkündür, xanəndə oxumaq deməkdir. Amma deyəndə ki, filan kəs xanəndəlik eləyir. Xanəndə sözü deyən kimi zehnimizdə nə gəlir? Haramı gəlir. Çünki çöldə çox yayılmış odur. Deyəndə bəid deyil ki, rivayətlərdə ki, qadağan eləyən rivayətlərdə ğina sözü ki, qeydsiz, şərtsiz gəlib, elə həmən məclislərə işarədir. O məclisləri həml eləmək, o ğina sözünü həml eləmək bəid deyil. Çünki bariz misdaqı o idi. Necə ki, məsələn, öyünlər misal vurdum ki, deyəndə ki, filan kəs içki içir, zehnimizə deyək, sok gəlmir, şirə gəlmir, ayran gəlmir, çay gəlmir. İçki içir deyən ki, dərhal zehnimizə gəlir araq. Niyə? Çünki o formada zehinlərdə sanki bir kök salıb o söz. Eləcə də ğina deyəndə o dövrdə ki, yayılmış həmən o günah məclisləri, ona görə ğina deyəndə zehinlərinə o gəlirdi. Thumma zəkərə rivayət Ali ibn Cəfər el-Atiyə və rivayət İqra'ul Qur'anə və sonra həmən o öz sözünü təsdiqləmək üçün bu Həkik Səbzəvari Ali ibn Cəfərin rivayətini gətirir və o İqra'ul Qur'anə bi Əlhanil Ərəb rivayətini gətirir. Bəli. Və qavluhu leysət billəti yədxulu aləyhər rical. Və bayaq ki, qeyd elədi imamın sözünün bir hissəsidir. Leysət billəti yədxulu aləyhər rical. O məclislər kimi yox ki, o məclislərə qadınların yanına kişilər daxil olur. Müəyyidən lihazəl həml. Bu həmli sübut eləmək üçün bu rivayətlərdən istifadə eləyir. Hansı rivayətdən? Əli ibn Cəfərin rivayətindən. Ondan sonra hansı rivayətdən? Deməli, İqra'ul Qur'ana bi əlhanil ərəb və la təqra'uha bi əlhanil fusuqi vəl isyan, o həmən ki rivayət oxudu o rivayətdən və yaxud imamın məşhur ki, neçə dəfə təkrarlamışıq, leysət billəti yədxulu aləyhər rical. Həmən o rivayətləri cəm eləyib özü üçün, sanki öz sözünü ispat eləmək üçün ki, bu rivayətlər və rivayətin bu hissələri dəlalət eləyir ki, ğinanın hamısı haram deyil. Deməli, onda haramdan danışan rivayətlər xüsusi olaraq həmən o dövrdə məşhur olan günah məclislərində oxunan avazlardır. Qal, İnnə fihi işarən, bu rivayətin bu hissəsində bir işar, necə deyərlər, insanı bir zehnin cəmləşdirən, zehni xüsusi bir yerə yönəldən var, tənbih eləyən, ayıldan bir nöqtə vardır ki, ənnə mənşəl əl-mənə fil ğina və ba'dil umur. Deyəndə ki, bütün ğina yox, o ğinalar ki, ora qadın məclisinə kişilər daxil olur. Qadın məclisinə kişilər daxil olur sözü deyəndə, sanki işarə ilə bizim bir zehnimizi oyadır ki, ğina öz-özlüyünə haram deyilmiş. Bəlkə başqa şeylərin səbəbinə haram olur. İnnə fihi, yəni fi hədəl məqta işarən bi ənnə mənşəil mən fil ğina, ğinada haramlığın mənşəyi ğinalığı deyil. Bəlkə nədir? Huvə ba'dul umuril muharrəmə. Bəlkə özü-özlüyündə haram olan başqa şeylərdir. Əl-muqtərinə bihi. Hansı ki, həmən o işlər, haram olan işlər, əl-muqtərinəti bihi, yəni bil ğina. Kəl iltiha, iltiha yəltə, yəni ləhv sözündən, yəni ləhv, kef almaq, ləzzət almaq, zövq almaq, belə deyək də, haram zövqə iltiha deyil, ləhvdən zövq almaq, batil şeydən zövq almaq. Kəl iltiha, bəli. Və qeyruhu, kəl iltihai və qeyri ilə ənqal və onun kimi şeylər ki, məsələn deyək, qadın məclisinə kişinin daxil olmaq kimi, ya məsələn rəqs kimi bu cür şeylər. İlə ənqal, ta ki belə deyir. İnnə fi iddətin min əxbaril mən'anil ğina, bir dəstə ğinanı haram eləyən hədislərdə gəlib ki, nə gəlibdir? İşarən bi kavnih ləhvən batilən. O ğinada haramlıq ona görədir ki, o ğinalar ləhv və batildilər.
Ve sidqu zalike fil Kur'an ve da'avat vel ezkaril meqruve bil asvati tayyibel mezkure muzekkire lil cenne el muheyyice lil şevki ilel alemil a'la mehallu teammülin. Mühəkkik Səbzəvar nə deyir? Və sidqu zalikə. Rivayətlərin bir dəstəsinə gəlib ki, haramlığın sanki səbəbi o ğinalarda olan, o avazlarda olan ləhv və batil şeylərdir. İndi əgər ğinanın haramlığının səbəbi həmən o ləhv və batildirsə, demək o ğina öz-özlüyündə batil deyilmiş. Durarsan indi sən həmən o avazda olan gözəllik ki var, qəşəng bir insana zövq bəxş eləyir, mənəvi zövq verir. Onu tətbiq eləyəsən Qurana, qətlən ki, burada batillik yoxdur, ləhv yoxdur. Və sidqu zalikə fil Quran, deyəsən ki, gözəl səslə Quran oxuyur, bir nəfər dua oxuyur. Bu da ğinanın bir misdaqındandır, məhəllu təəmmüldür. Niyə? Çünki Quranda, duada ləhv yoxdur, batil yoxdur, hamısı gözəl kəlamlardır, ilahi kəlamlardılar. Sadəcə gözəl səsini oxudan biraz da insan neyini cənnətə həvəsləndirir, cəhənnəmdən qorxudur, ya biraz da insanın zihində Allahın o əzəmətin daha da gücləndirir, bu cür şeylər. Və sidqu zalikə fil Quran və dəvat və bu ləhv və batil sözünün Quran oxunuşunda, dua oxunuşunda sidq eləməsi və zikirlərdə əl-məqruba bil əsvatil tayyibə, gözəl səslə oxunur ki, dualar, zikirlər, Quranlar, əl-müzəkkirə lil cənnə, insanın yadına cənnəti salır, əl-muheyyicə lil şəvq İləl aləmil əla, insanı yuxarı aləmə həvəsləndirir. Məhəllu təəmmülü. Burada məhəllu təəmmül vardır. Burada mən qəbul etmək istəmirəm ki, bir nəfər gözəl səsindən ki, insanın ruhun oxşayan səsindən dua oxuyur, Quran oxuyur, deyək ki, bu nədir? Haramdır. Mümkündür ğina sidq eləyir deyir, amma haram ğina ola bilməz. Niyə görə haram ğina ola bilməz? Çünki orada ləhv və batil yoxdur. Çünki ğinanın haramlığından danışanlar, onun rivayətlər, orada bir sıra rivayətlərdə o ğinanın nəyinlə danışırdı? Ğinanın haram eləyən illət kimi sanki işarə eləmişdi, onun ləhv və batil olmağı. Deməli onda mütləq şəkildə gözəl səslə, tərcih ilə oxunan hər hansı şey haramdır, belə bir qanunu düzəltmək olmaz. Bəlkə ğinanın öz-özlüyündə halallığı zehnə daha yaxın gəlir, onu haram eləyən kənardan qoşulan haramlıqdır ki, inşallah gələn dərsdə hələ də mətləb qutarmadı, gələn dərsdə davam eləyərik. Elhamdülillah Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyina Muhammedin və alihi tahirin. Allahümmə salli ala Muhammed və ali Muhammedin və accil fərəcə.